Salam aleykum. Qardaş yazıb ki, salam aleykum qaqaş. Məndə də var idi Helicobacter pylori. Həkimlər antibiotik xeyir etmədi. Amma sən deyən həbəşi çörək otu sağaltdı. Bəli. Baxın, artıq dünya dərk eləyir ki, dərmanlar antibiotiklər bizə fayda vermir. Bunu dünya bilir. Bizə bitkilər fayda verir, bitkilər, gözəl insanlar. O sizin gözünüzün qabağında çəkilən toxumlara da inanmayın. Çünki onlar çoxsu gübrə ilə böyüyən toxumlardır. Yəni halal insanlardan alın, fayda görmək istəyirsinizsə, bax halal insanları tapın. İnandığınız insanlardan bunları alın Allahın izni ilə. Siz faydalı, keyfiyyətli toxum alsaz, fayda görəcəksiniz. Yox, o maşinliklərdən belə deyim də alsaz toxumları, gözünüzün qabağında belə çəksələr belə, onlar sizə fayda verməyəcək. Yəni ki, Helicobacter pyloriyə görə, yəni antibiotik vurmağa, nə bilim, tabletlər atmağa ehtiyac yoxdur. Tək olaraq həbəşi çörək otu yağı onu sağaldır Allahın izni ilə.